Aeroportun ortasında yaşayan fermerdən danışırıq. Bu, Takao Shito'dur. Başının üzərində uçuşan təyyarələr onun əkib becərmək həvəsini azaltmır, çünki bu həyatı özü seçib. 1960-cı illərin axırında Yaponiyada Narita hava limanının tikintisinə qərar verilir. Seçilmiş ərazidə yaşayıb işləyən fermerlər təzminat müqabilində başqa yerə köçürülür. Amma Shito evini tərk eləmir. Şirkət nümayəndələrinin onu razı salmaq cəhdləri boşa çıxır. Hətta Shito 1,7 milyon dollar təklifi rədd eləyir, hansı ki bu pula o kənd təsərrüfatı üzrə şəxsi biznesini qura bilərdi. Mən bu pulla işləməsəm belə indiki vəziyyətdə 150 il yaşaya bilərdim, deyir Shito. İndi o həyat yoldaşı ilə bərabər hava limanının ortasındakı kiçik evində yaşayır. Həyatyanı sahəsində kök, sarımsaq, kartof və digər tərəvəzlər əkib becərir. Artıq təyyarələrin gur səsinə, evin titrəyişinə çoxdan öyrəşib. Deyir ki, mənim atam, babam burada yaşayıb, əkib becəriblər və mən bu ənənəni davam etdirəcəm. Bəzi işlərdə Takao Shito'ya könüllülər kömək eləyirlər. Onlar Shito'nun becərdiyi tərəvəzləri aparıb digər şəhərlərdəki sifarişçilərə çatdırırlar. Pandemiya dövründə yaşamaq daha da rahatlaşmışdı. Təyyarələr uçmurdu və sakitlik mənə yaxşı təsir etmişdi. Amma indi də xoşbəxtəm, çünki məni pul maraqlandırmır, deyə Takao Shito bildirir. Siz isə bu kimi maraqlı məlumatlar və videolar üçün kanalımıza abunə olub bizi izləməyi unutmayın.